Ötər olan sevgi, o elə bağça vaxtı Mənim ürəyimdə filiz verdi. Balaca bir qız olaraq şeir söyləməyi sevirdim Və hər kəsin üzündə bir təbəssüm yaradardım. Zaman keçdi. Məktəbin birinci sinif partalarında düzülərkən tədbirlərdə dediyim hər şeir diqqət çəkdi. Müsabiqələrdə adım birincilər sırasında yazıldı. Yuxarı siniflərdə isə artıq yalnız şeirlə deyil, inşa ilə də vətənə söz dedim. Yarışlarda qalib oldum, sözlərimlə vətəni yaşatdım. Sonra 44 günlük vətən müharibəsi başladı. O döyüşlərdə mənim vətən sevgim daha da aşıb daşdı. Şəhid ailələrini ziyarət etdim, şəhidlərimizi tanıtdım, yadlarda saxladım və bu yolda bir ad qazanıldı. Vətənpərvər qızı boşdu. Bu ad mənim üçün bir fəxr, Azərbaycan üçün isə gəncliyin gücüdür. İndi o bağçadakı balaca qız bugün məzundur. Gənclik yoluna yeni həyatıma qədəm qoyur. Başda özüm olmaqla bütün sinif yoldaşlarımı təbrik edirəm. Gələcəyimiz parlaq, yollarımız açıq olsun və ən əsası vətənə layiqli övlad olaq. Ulu Öndər Heydər Əliyevin bir kəlamı ilə sözümə son verirəm. Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın gələcəyi haqqında düşünməlidir.